Salam değerli izleyicilerimiz, her birinizi Ramazan ətirli Bahar Bayramında təbrik edirik. Bugün özümüze borç bildik. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Dadaşzadə Kənan Elmanoğlu'nun ev muzeyini, ailesini ziyaret edək. Allah şəhidlərimizin məkanlarını cənnət eləsin. Allah bütün xalqımıza səbir versin deyirəm. Hər kəsin evində qazanı qaynasın, ruzusu bol olsun, can sağlığı olsun. Bu bahar elimizə, obamıza ruzu bərəkət gətirsin. Bahar bayramında istədim bir qrup vətənpərvərlə birlikdə Dadaşzadələr ailəsini ziyarət edək. Mənimlə birlikdə Leyla xanım, Sima xanım və Xəyal bəy gəlib hər birinə öz təşəkkürümü bildirirəm. Elə istəyirəm ki, Dadaşzadələr ailəsində həmişə Elman atanın yanında mən dayanıram, amma o heç vaxt danışmır. Bizim üçün o qədər dəyərli bir insandır ki, Allah'tan ona bolluca səbir diləyirəm. Elə-belə ziyalı atanın, qəhrəman atanın məhz belə qəhrəman oğlu olardı. Elman ata, Kənan kimi bir oğlu böyütdüyünüz üçün mən sizə təşəkkür edirəm. Öz minnətdarlığımı bildirirəm ki, belə qəhrəman oğul böyütmüsünüz. Elə istəyirəm ki, söhbətə Kənanı dünyaya gətirən, bax bu qəhrəman anamızdan bax, söhbətimizə başlayaq. Kənan bizim üçün o qədər dəyərlidir. İllərlə də bu ailəyə gedib gəlirik və demək olar Kənan haqqında hər dəfə yeni sözlər öyrənirik. Biz Şəkirə ana, buyurun. Bayramınız mübarək olsun, buyurun. Sağ ol Raziyə xanım. Həmişə sən bizim yanımızdasan. Bugün mən də sizə deyirəm ki, xoş gəlmişsiniz Leyla xanım. Siz hər birinizi salamlayıram. Ne yaxşı ki, bax bugünkü gündə bir şəhid qapısını döymüsünüz. Mən də bir ana olaraq, Kənan anası olaraq sizə üst təşəkkürümü bildirəm. Mən də sizin bayramınızı təbrik edirəm. Allah sizə uzun ömrü, can sağlığı versin. Ne yaxşı ki, bax bugün bizim qapını deyib, bax bura girmişsiniz. Mən elə bildim ki, həqiqətən də Kənan yaşayır. Allah sizə səbir versin və Kənanın xalası yanımızdadır, Xəyalə xanım. O da bir vətənpərvər xanımdır. Hər zaman öz bacısı, balası şəhid olmağına baxmayaraq çalışır ki, hər zaman o da şəhid ailələrini ziyarət etsin. Çox sağ olun Raziyə xanım. Xoş gəlmişsiniz. Allah həmişə sizi var eləsin. Gələn qonaqlarımızın da bayramları mübarək olsun. Ramazan bayramları, bahar bayramları. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Allah sizdə bizim bir qonağımız da var, Leyla xanım. Leyla xanım da istədi ki, bugün ailəni ziyarət eləsin. Buyurun Leyla xanım. Mən də sizə nə deyə bilərəm, hər şəhid qapısı açdıqca mən elə bir ziyarət qapısına gedirəm, ziyarətdəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Raziyə xanım, çox sağ ol ki, məni bu gözəl ailəyə gətirdin. Mən də tanıdım, belə ailə var. Mən sizə Allah'tan səbir diləyirəm. Bu gözəl Ramazan ayı, 11 ayın sultanı, müqəddəs ayı sizə düşərli olsun. Allah sizə səbir versin. Allah məkanını cənnət eləsin. Sizə nə deyim, vallahi mən sözüm də tap söz çoxdur demək, ancaq bilmirəm nə deyəm. Biz də gəlir sizi, ağrınızı heç bir cür ala bilmərik, ancaq sizə təsəlli verə bilərik. Çox çətindir. Mənim özüm o qədər ağır çəkirəm, deyirəm ilahi. Mən belə çəkəndə bu şəhid anaları nə çəkir? Onlar nə deyir? Deyir, yaqın dərd verən Allah dərmanını da verir. Allah sizdə səbir versin. Gözəl günlər sizinlə olsun. Yaqın ki, ayrı balalarınız da var. Allah onlara ömür versin, torpağa sağlam ömür versin. Sizə sağlam can versin. Siz nə qədər yaşayarsınız, o qədər şəhidlərimiz yaşayar. Ona görə yaşatmalısınız. Şəhidlər heç vaxt ölməz. Şəhidlər həmişə yaşayacaq. Nə ki Azərbaycan var, şəhidləri var. Allah rəhmət eləsin. Raziyə xanım, sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Mənim bir balaca da hədiyyəm var anıya. Buyurun. Bizim borcumuzdur hər bir şəhid ailəsine gedəndə. Bizim özümüz simvolumuz, kəlağayımızdır. Mən ana bunu sizə təqdim edirəm. Allah sizə səbir versin. Bir də bir balaca Noruz Paris'ten. Çox sağ olun. Allah rəhmət eləsin şəhidlərimizə. Sağ olun. Bizlə hər zaman tədbirlərdə bir yerdə oluruq. Vətənpərvər Xəyal Musayev. Buyurun Xəyal müəllim. Mən Gəncə Raziyə xanım sizə çox sağ ol deyirəm ki, mənə belə bir gözəl
və bizim şəhidimiz Kənanın evinə gətirdik. Həm də gəldim anamı, atamı bayramdan təbrik etməyə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah şəhid analarına, atalarına səbir dözüm versin. Düzdür, oğul itirmək çox ağır bir dərddir. Əlbəttə ki, evdən oğul olmasa da, amma biz bir oğul kimi hər zaman sizin yanınızdayıq, hər zaman sizin qulluğunuzdayıq candan başdan. Allah sizə səbir dözüm versin. Çox sağ olun. Siz sağ olun, var olun və istəyirəm ki, bizlə bir yerlə birlikdə gələn Sima xanım var. O da bir döyüş yolu keçmiş döyüşçü kimi. Bir aslan erkəyi dişisi olmaz. Sima xanım, sizdən də bir iki kəlmə alaq. Mən də öz növbəmdə başqa şəhid ailələri olmaqla bütün Azərbaycan xalqının Novruz bayramı münasibəti ilə müsəlman dünyasının müqəddəs bayramlarına olan oruçluq bayramı münasibəti ilə təbrik edirəm. Öncəliklə sizə öz minnətdarlığımı bildirirəm ki, Raziyə xanım, siz həmişə, sizin iş prinsipiniz, müqəddəs işinizdir ki, hər dəfə şəhid ailələrində olursunuz. Şəhidlərimizin əbədləşdirilməsi üçün, onları unutmamaq üçün əlinizdən gələni edirsiniz. Mən sizə özü təşəkkürümü bildirirəm ki, bizi bu ailəyə gətirdiniz. Mən qəbul olaraq bu ailə ilə tanış idim, amma evlərində olmamışdım. Buna görə sizə çox böyük minnətdarlığımı, təşəkkürümü bildirirəm. Biz də dəfələrlə dönə-dönə evlərdə oluruq, ziyarətlərdə oluruq, çalışırıq ki, şəhid ailələrinin yanında mənəvi dəstək olaq, dayaq olaq. Mənə xoş oldu sizlərlə tanımaq, yanınızda olmaq. Sizə Tanrıdan səbir diləyirəm. Bütün şəhid analarına, bütün şəhid valideynlərinə, yadigarlarına Allahdan səbir diləyirəm. Şəhid balalarımızın da, əsgər balalarımızın da ruhu şad olsun. Onlara elə öz evlərindən, onlara əsgər salamımızı çatdırıram. Ruhları şad olsun, məqamları uca olsun. Mən sizin hər birinizə təşəkkür eləyirəm və Leyla xanım istəyir ki, bu vətənpərvər xanımlara da öz hədiyyəsini təqdim eləsin. Buyurun Leyla xanım. Leyla xanım Nəzələ bizim üçün hədiyyədir. Mən də istəyirəm ki, sizə xalası olun, sizə də beləcə hədiyyə verəm Novruz bayramı. Çox sağ olun. Sağ olun. Sima xanım, sizə də istəyirəm ki, Bayramınız mübarək olsun deyirik. Təşəkkür edirəm. O hədiyyənin böyük kiçiyi olmur. Böyük ürəyinizə görə sizə minnətdarlıq edirəm. Təşəkkür edirəm. Və hədiyyənin ən böyüyü buradadır. Şəhidlər ölmür. Onlar unudulanda ölürlər. Və şəhid Kənan Dadaşzadənin atasının Leyla xanıma hədiyyəsi var. Leyla xanım, gəlin atanın yanına, zəhmət olmasa. Bizim dəyərli atamız istəyir ki, Kənan haqqında mənim qələmə aldığım Kənan Həsrətli Dünyam adlı kitabı sizə təqdim eləsin. Məkanı cənnət olsun, igid oğul. Ruhun şad olsun, mənim qəhrəmanım. Ruhun qarşısında ehtiramla baş əyirəm. Vətən sağ olsun deyirəm. İgidlər vətənimizin ərazi bütövlüyü uğrunda öz canlarını fəda etdilər, vətən torpaqları azad olsun deyə. Ruhunuz qarşısında ehtiramla baş əyirəm. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, var olsun dövlətimiz, dövlətçiliyimiz. Şəhidlər ölməz, vətən bölünməz.